Salam uşaqlar. Bugün ilk mövzumuz olan noun, yəni isim haqqında danışacağıq və qaydaya sonuna kimi diqqətlə qulaq asın. Çünki imtahanda bir sualımız mütləq ki isimdən düşür. İlk öncə başlayaq. İsim. Azərbaycan dilində olduğu kimi əşyanın adını bildirən əsas nitq hissəsidir. Hansı suallara cavab verir? Who, kim, canlılarda, what, nə, cansızlarda. Sonra isim morfoloji quruluşuna görə 3 yerə bölünür. Simple, sadə. Belə yadda saxlayın. S. Şərtdə bizə demir ki, sadə isimlər seç. Bizdə şərtdə deyir ki, choose the correct simple nouns. Artıq simple sözün nə olduğunu bilməliyik ki, biz şərtimizi tapa bilək. S hərfindən yadda saxlayırsınız. Simple, sadə. Derivativ, düzəltmə. Burada da nə ilə yadda saxlayırıq? D. Məsələn, deyir, choose the correct derivative nouns. Düzgün düzəltmə isimləri seçin. Baş hərfləri ilə yadda saxlayırıq. Bir də nəhayət compound. Bu da mürəkkəb. Ümumən məlumat verim, sonra hər biri haqqında ayrıca məlumat verəcəm. Ən genişi derivativdir. Simple, sadə bir kökdən ibarət olur. Məsələn, book, pen. Görürsünüz, bir kökdür. Bu nədir? Simple'dır. Book, what, nə? Pen, what, nə? Bu formada. Derivativ nədir? Bunu burada göstərim. Düzəltmə. Kök plus şəkilçi. İngilis dilində də şəkilçilər 2 yerə bölünür. Bir ön şəkilçilər, bir də son şəkilçilər. Yəni sözün önünə qoşulan şəkilçilər. Prefix. Sözün sonuna qoşulan suffix. Və suffixi də s. Son suffix. Bu formada yadda saxlayın. Şəkilçilər haqqında indi izah eləyəcəm. Compound nədir? Mürəkkəb. 2 kök. Yəni 2 müstəqil sözdən ibarət olur. Məsələn, və bunlar 3 cür yazılır. Bitişik, defislə, ayrı. Gəlin hər birinə aid nümunə göstərməyə çalışım. Məsələn, buradan. Bitişik yazılana deyərik postman. Post bir kök, mən ikinci kök. Və yaxud da ayrı yazılan, dining room. Bu formada. Və yaxud da pen friend defisinə yazılan. Gördük, bu bitişik yazılandı. Bu arasında məsafə var. Bu ayrı yazılandı. Bu da defisinə yazılandı. Yəni imtahanı bu qədər dərinliklə düşmür. Sadəcə bilin ki, 2 kök verilirsə, bu nədir? Mürəkkəbdir. Bu belə. Yəni sadə düzəltmə mürəkkəb haqqında ümumi məlumat bildik. Gəlin indi düzəltmənin şəkilçilərinə keçək. Simple-ın, yəni sadənin bildik ki, heç bir göstəricisi yox. Sadəcə bir kökdən ibarətdir, asandır. Derivativdə amma dedik, kök də var, şəkilçilər də var, ön və son şəkilçilər var. Gəlin indi o şəkilçilərə baxaq. Son şəkilçilər, suffix. Son şəkilçilər. Məsələn, mən burada çalışacağım ki, hamısını sizə göstəreyim. Hərəsinə aid də bir nümunə. Və bunları ya qeyd eləyin, ya qayda dəftərinə atacağım, qaydaya yazın. Amma əsas odur ki, yadınızda qalsın. Çünki şərtdə bizdən soruşur ki, isimcəldən şəkilçilər seçin. Məsələn, ness şəkilçisi. Nümunə, happiness. Xoşbəxtlik. Happy, xoşbəxt sifətdir. Ness artıq nədir? İsimcəldən şəkilçi oldu, xoşbəxtlik. Sonra ship. Bu ulduz deyirəm. Növbət dərsdə izah eləyəcəm. Ship. Məsələn, leadership. Lider, necə?
Yəni canlı isim olaraq lider yox ha. Məsələn, lider yer, lider şəxs. Necə insan, necə şəxs sifətdir. Ship hadisəndə olur liderlik. Və uşaqlar, ship həm şəkilçidir, yadda saxlayın. Həm də ship belə sahib yazılan gəmi deməkdir. Və gəmi mənasını verərkən bu artıq düzəltmə yox, mürəkkəb olur. Və bu sözlərdə biz əzbər bilməliyik. Sonunda ship olsa da düzəltmə yox, mürəkkəb olan. Gəlin bir-bir yazaq, bunları əzbərləməlisiniz mütləq. Spaceship, kosmik gəmi. Sonra battleship, döyüş gəmisi. Warship, müharibə gəmisi. Sonra steamship, buxar gəmisi. Bir də nə qaldı? Spaceship, warship, steamship, battleship. Bu qədər. Bir də az düşür amma deyil. Desert ship, səhra gəmisi. Baxın, dedik ki, ship şəkilçidir. Düzdür? Ship şəkilçidir. Leadership və yaxud da ki, şəkilçi olaraq sizə başqa bir membership, friendship. Burada artıq dostluq, üzvlük falan bu mənasını verdi. Lig şəkilçisini verdi. Bir də shipin nə oldu? Gəmi mənası oldu. Və gəmi mənasını verərkən artıq hansı quruluşa malik olur? Compound'a, yəni mürəkkəb olur. Space bir kök, ship iki kök. Kosmik gəmi, battle döyüş, ship gəmi, döyüş gəmisi. War müharibə, ship gəmi, müharibə gəmisi. Steam buxar, ship gəmi, buxar gəmisi. Desert səhra, ship gəmi, səhra gəmisi. Amma burada ship nədir? Şəkilçi. Lider sözündən sifətdən isim yaradan şəkilçi. Və yaxud da şəkilçi olaraq friend, ship. Friend sözümüzün kökü, ship bizim şəkilçimiz, dostluq bu. Testdə də ən çox bu düşür. Baxın, ship verir. Deyir ki, düzəltmə ismi seç, derivativi seç. İçində bir dənə spaceship verir, steamship verir. Siz də çaşırsınız, sonunda ship görüb, şəkilçidir deyib götürürsünüz. Olmaz. O səhv eləməmək üçün də mütləq bu sözləri əzbərləməlisiniz, qırmızı ilə yazılanları. Daha sonra digər şəkilçilərə keçək. Arada yenə belə istisnalarımız olacaq şəkilçilərə aid. Onları da göstərəcəm. Mütləq ki, onları əzbərləməlisiniz. Markerimi dəyişim. Gəlir hood sözü. Şəkilçisi daha doğrusu hood. Childhood. İsimdən isim düzəldən şəkilçidir. Child, uşaq. Childhood, uşaqlıq. Sonra bunlar çox düşür. Dom, freedom. Kingdom deyə bilərik. Wisdom deyə bilərik. Sonra şəkilçisi. Teach, teacher. Teach feildir, öyrətmək deməkdir. Bəzən uşaqlar teacher sözünü sadə götürür, amma yox, teach deyə bir feil var, öyrətmək feili. Sonra or və yaxud da ki, şəkilçisi. Act, yəni aktyor. Bu bizim şəkilçimiz. Və yaxud da ki, beggar. Beggar yazılır. Bunu da bəzən çaşıb gedib bir kök götürə bilərsəm olmaz. Bu şəkilçidir. Beg sözün kökü, bizim şəkilçimiz. Sonra th var. Məsələn, bu th-ni yadda saxlayın, sözün kökünü dəyişir. Məsələn, strong sözünə th artıranda olur strength. Gördünüz? O e-yə çevrildi. Məsələn, white sözünə artırırıq. With yazılır. E-ni artıq yazmırıq. E gedir ixtisara. Sonra buradan göstəreyim. Yox, yerləşməyəcək. Buna aid başqa nümunəmiz də var. Dip sözünə artırırıq. Dipə olur depth. Long sözünə artırırıq. Olur l-e-n-g-t-h. Length. Bu formada. Yenə bir daha təkrarlayaq şəkilçilərin davamını. Hood, dom, or, ar və th şəkilçiləri.
Təbii ki, ardı var. Ay müəllim qurtarmır. Yox, təəssüf ki, qurtarmır. İsim düzəldən şəkilçilərimiz çoxdur. Sonra 8-cidə qalmışdıq. Səhv eləmirəmsə 8-ci şəkilçidə. Ink. Building deyirik. Build, qurmaq, tikmək feilindən ink artırdı, oldu bina. Sonra y var, y şəkilçisi. Difficult. Bilirik ki, sifətdir. Necə çətin? Sonra y artırırıq. Difficulty, çətinlik oldu. Sonra nə deyə bilərik? Ment. Ment də bir istisnadır. Məsələn, develop, ment. Develop, inkişaf etmək deməkdir. Ment şəkilçidir. Sonra bir dənəsində yazaq. Movement. Move, hərəkət etmək feilidir. Ment şəkilçidir. Və mentin də istisnası var. Elə sözlər var ki, sonunda ment olsa da, sonu ment olsa da nədir? Simple'dır. Yəni sadədir. Yəni o sözün özünün tərkibindəki mentdir, şəkilçi deyil. Bəs bunlar hansılardır? Gəl baxaq. Moment, an. Monument, abidə. Bax, ment gördük. Mo deyə bir hissəcik var, yox, olmaz. Deməli, sadədir. Ment gördük. Monu deyə bir söz var, yox. Deməli, bu da sadədir. Həmçinin cement. Menti gördük də, amma C deyə bir ifadə yoxdur axı ingilis dilində. Sonra element, document. Bax, ment hissəciyini görürük, amma docu deyə bir söz yoxdur axı. Docu deyə bir söz yoxdur axı. Həmçinin burada menti gördük. Axı, ele deyə bir söz yoxdur. Deməli, bir kökdür bu. Bir də parlament sözü. Parlament yazılır. Bu biraz sizi saçtıra bilər, amma diqqətli olun. Bir kökdür. Nə olsun sonunda ment var? Parlia deyə bir söz var. İngilis dilində yox. Bu kök mümkün deyil. Deməli, yekunlaşdırsaq deyə bilərik ki, ment həm şəkilçidir, həm də sadə isimlər sonunda işlənə bilər. Moment, monument, cement, element, document, parlament. Bu sözlər sadədir. Yəni, şəkilçisi deyil bunların tərkibindəki. Sonra keçək o birisi şəkilçilərə. Bunu da buradan silirəm. Keçənci şəkilçidəydim, unuttum. 11-ci idi deyəsən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 10, 11, ha. Sonra gəldik. S şəkilçisi. Hostess. Bunu yadda saxlayan. Və yaxud da ki, actress. Aktrisa, qadın, S şəkilçisi. Sonra ant, ent var. Ant, ent şəkilçisi var. Məsələn, assistant. Assistant. Assist kömək etmək feildir. Ant şəkilçidir. Sonra student sözündə diqqətli olun. Çoxunuz gedib sadə götürürsünüz. Student sözü study sözündən yaranıb. Təhsil almaq, study feilindən yaranıb. Sonra ent artırılıb, olub şagird, yəni isim. Burada diqqətli olun. Sonra bunu dedik. 13-cü. Və yaxud da ki, R. Məsələn, refugee. Qaçqın deməkdir. Refuge, köçmək, köç etmək deməkdir. Refugee olanda qaçqın olur. Sonra engineer. Engine. Bu da R şəkilçi 2E üstə gəl R. Sonra gəlir 14. Ation. Tion və yaxud da ki ation hissəci ilə bitənlər. Məsələn, information. Information. Inform, məlumat vermək feildir. Bu tion şəkilçidir. Və yaxud da ki composition. Composition. Yəni burada tion bizim şəkilçimizdir.
Daha sonra hərəsinə aid bir nümunə saxlayıram. Əslində nümunələr çoxdur. Sadəcə vaxt itkisi eləməyək. Şəkilçiləri əsas bilək. Sonra sion var. S ya da ion. Bu formada verilə bilər. Məsələn, invention. Invention. Invent. İxtira etmək. Tion olanda olur ixtira. Sonra impression, discussion, collection, tion yəni hamısı buna aiddir. Sonra gəlir AG şəkilçisi. Marriage. Marriage. Marry. Evlənmək sözündən marriage evlilik ismi yaranır. Ure ture şəkilçimiz var. Ure ture. Bu nədir? Məsələn, departure yazılır. Departure. Bu formada ən çox bizə düşən carriage. Carry, ag buradan yazım. Carry, daşımaq. Carriage olanda artıq olur isim. Məsələn, package, paketləmək, fiil. Ag artıranda olur artıq bağlama, paket, isim yəni. Buradakı şəkilçilərdə təkrarlayaq. S, ant, ent, və yaxud da ki, r, ation, tion, sion, ion, ag, ure, ture şəkilçiləri. Bunu da təkrarladıq. Keçək növbətiyə 17-ci yazdıq, 18-ci şəkilçidən davam edək. Vallahi müəllimdə çox şəkilçi var, bəli. Təəssüf ki, isimdə şəkilçi çoxdur. Sonra it-y, 18 yazım. it-y və yaxud da t-y şəkilçisi var. Allah, nə çirkin yazdım. Gözüm ekrandadır deyə sözləri səliqəsiz yazdım. it-y, t-y şəkilçisi. Məsələn, deyə bilərik similarity. Oxşarlıq. Similar sifətdir, oxşar deməkdir. it-y şəkilçisi artıq olur isim, oxşarlıq. Sonra ist. Artist. Art incəsənət deməkdir. Artist artıq olur həmin o incəsənəti ortaya çıxaran şəxs, insan. Azərbaycancası yadımdan çıxdı. Və yaxud da ki, florist. İst burada şəkilçidir. Sonra gəlir izm. İsm yazılır. Realizm. Real. Sifət, izm, şəkilçi. Sonra all. Yəni al yazılır. Approval. Approval. Approve. Feilimiz, al, şəkilçimiz. Və yaxud da ki, survival. Survival yazılır. Survive, həyatda qalmaq, al, şəkilçi. Sonra nə var? İcəsi. Bu daha çox elm adlarını artırılır. Məsələn, phonetics. İcəsi. Sonra politics deyə bilərik məsələn. İcəsi elm fən adlarını artırılır. Bunu belə yadda saxlayın. Sonra gəldi ance, ence şəkilçisi. Assistans, yəni şəkilçilər yazıldığı kimi oxuyuram. Çünki testdə də rahat tapa biləsiniz. Assist, kömək etmək deməkdir. Assistans artıq kömək edir, isimə çevrilir. Məsələn, performans, performance, bu da daha çox düşür. Perform, ifa etmək deməkdir. Performans, ifa. Buradakiləri da test təkrarlayaq. it-y, t-y, ist, izm, al, icəsi, ance, ence bu şəkilçilər. Və davam edək. 23-cü şəkilçilə qaldıq. Sonra 24. R-y şəkilçisi. Məsələn, robbery. Sonra bu az düşür, amma düşür də, yəni diqqətli olun. Sonra gəlir an, iyan. Məsələn, librarian. Librarian yazılır. Library, kitabxana, librarian alır, kitabxanaçı. Historian, məsələn, tarixçi.
History, tarix, historian, tarixçi. Sonra C-y az düşür, amma qarşımıza çıxma ehtimalı var. Məsələn, urgency. Urgent C-y yazılır. Şəkilçidir C-y. Sonra var T. T şəkilçisi. Məsələn, H-I-G-H-T. Oldu isim. Wait. Çox vaxt bunu sadə götürə bilərsən, amma diqqətli olun. Wait artıq burada oldu isim. Çəki. Sonra S şəkilçisi xalq millət adlarından işlənir. Chinese, Japanese. Bu formada 29 aktivi. Məsələn, representative. Represent feildir. Təqdim etmək deməkdir. Aktive isim düzəldən şəkilçimiz. Belə 29 dənədir bu şəkilçilər. Yəni əsas topluda işlənən şəkilçilərdir. Bir araya gətirdim. Nümunələrini göstərdim sizə və axıra kimi diqqətlə hamısının nümunələrini yadda saxlamağa çalışın. 4 dənə də prefiksimiz, yəni ön şəkilçimiz var. Prefikslərə də nəzər salaq. Prefiks ön şəkilçi. Ön. This, miss. Sonra un, in. Bu. Disagreement. Narazılıq deməkdir. Bax, dis şəkilçimiz. Agree, razılaşmaq. Ment şəkilçisi də gözümə dəydi. Disagreement, həm ön şəkilçi var, həm son şəkilçi var. Sonra misbehave məsələn. Behavior. Behave davranışdır. Misbehave olanda olur pis davranış. Misbehave. Yəni, görürük, prefiks sözün mənasını inkarlaşdırır, yəni negativə çevirir. Agree, razılaşmaq da, disagreement narazılıq olur. Misbehave pis davranış olur. Məsələn, employment. An şəkilçisi. Employ, işə girmək, işə götürmək. Ment yenə şəkilçi. Employment işi olan deməkdir, iş deməkdir. Unemployment olur, artıq işsizlik. Bu da inkara çevirdi məzmunu. Sonra independence. Ancaq incə şəkilçisini görən kimi seçdik. Depend, asılı olmaq deməkdir, feildir. Bu da in. Independence nədir? Müstəqillik. Dependence, asıllıq, independence, müstəqillik. Gördünüz, mənanı inkarlaşdırdı. Şəkilçilər haqqında da bu qədər. Mürəkkəb isimləri də göstərdim sizə. Sonra iki dənə də xırda qeyd göstərim sizə. Yəni, növbət dərslərdə düşünürəm ki, lazım olacaq. Ink şəkilçisi haqqında biraz danışaq. Ink şəkilçisi bir isim düzəldən şəkilçidir. Ink. Biraz ürəyi açıq şəkilçidir. Bir isim düzəldən. Məsələn, dedim building, bina. Sonra bir sifət düzəldən şəkilçidir. Məsələn, interesting. Interest, maraqlanmaq feilindən ink yaradır. Interesting, maraqlı. Sonra bir var davam edici zaman. Davam edici zaman. Bu necədir? Məsələn, deyirəm, he is playing. O oynayır. Gördünüz? Feilimizin sonunda ink şəkilçimiz var. Oynayır. Bu zamanın şəkilçisidir. Bir də sözün öz tərkibində ola bilər. Yəni, sadə ismin tərkibində ola bilər. Ceiling, məsələn, tavan. Ink gördük. Sail deyə bir söz yoxdur. Yəni, bu sadədir. Simple. Və yaxud da ki, evening deyirəm. Evening, axşam. Ink şəkilçisini gördük. Even deyə bir kök var. Even var. Hadisə deməkdir. Amma burada evening artıq bir kökdür. Sadə isimdir. Bunu da belə yadda saxlayın. Ink deməli isim düzəldən, sifət düzəldən, davam etdiyi zaman şəkilçiləri ola bilər. Bir də sadə ismin tərkibində işlənə bilər. Sonra Y şəkilçisi var idi. Bayaq Y şəkilçisi də buna oxşuyur. Y həm isim, həm də sifət düzəldə bilir.
İsim düzəldən discovery deyə bilərik, kəşf. Discovery, discover, kəşf etmək, y, şəkilçi. Sonra bir dənə də, məsələn, difficulty sözünü göstərmişdik. Difficulty, difficult, çətin, y artırdı, oldu, çətinlik isimə çevrildi. Burada necədir? Sunny, sun, günəş, y, günəşli. Foggy, fog, duman, foggy, dumanlı. Burada da artıq isimdən sifətə çevrildi. Yəni, sifət düzəldən şəkilçi yaratdı. Sonra bir də sizə er şəkilçisini deyə bilərəm. Er. Er şəkilçisi bir isim düzəldir. Bir sifət düzəldir. Bir də zərf düzəldə bilir. İsim kimi dedik teacher. Sonra dancer deyə bilərik, rəqqas. Worker, işçi. Burada nədir? İsim düzəldən şəkilçisi. Bir də bu sadə isim kimi də işlənməsi var. Sifət, zərfi bir yerdə deyək, çünki oxşardır. Sadə. Sifətində müqayisə dərəcəsi, yəni morla er var, müqayisə dərəcəsinin göstəricisi sifət qaydasında keçəcəm. Bu zaman istifadə edə bilərik. Məsələn, tək hecalılarda artıq er artıracağıq, çox hecalılarda mor artıracağıq sifətə. Məsələn, deyirəm smaller, daha balaca mənasını verdi. Bigger, daha böyük mənasını verdi. Yəni, burada leksik yox, sadəcə qrammatik şəkilçi hesab olunur. Bir də sadə isim, məsələn, faza, maza. Bu sözlərin tərkibindəki er şəkilçi deyil, sözün bütöv köküdür. Bunu da belə yadınızda saxlayın. İsmin morfoloji quruluşu haqqında bu qədər dedik. Sadə isimlər bir kök, düzəltmə isimlər kök və şəkilçi, mürəkkəb isimlər isə 2 və daha artıq kökdən ibarət ola bilir. Morfoloji quruluş haqqında bu qədər uşaqlar. Yəni, əlavə nəyisə başa düşməsəz, anlamadığınız bir hissə olarsa, ya mənə çəkin atın, ya da yazıb şəxsidə soruşun.